Maria kızımızı 4 ildən sonra dünyaya gelen prensesimizi bugün eve yola salırıq. Mamaçıkası 2 həmləlik keçirdi və ikisi de riskli olub. Birinci həmləlik 36 həftəyə çatdırdıq. Problemler əsas düşük riski, hematoma, uşaqlıq boyun kısalması, cift problemi, sular çok az idi. Şükürler olsun sapsağlam evde oğlu var ve sonra geldi tekrar həmlə tekrar eyni problemler, düşük riski, hematoma, erken doğuş riski, laxtalama problemi, cift problemi, su problemi, ona baxmayaraq 37 2 həftəyə çatdıq və qızımız prinsesimiz de bugün bəzənib düzənib gedir evinə. Mamaçıkasının ürəyi olub verdi Çok qızlarımız. sağ olun doktor. Allah razı olsun. Birinci hamileliğim de riskliydi, bu da riskliydi. Evet. Birincinde ne bileyim daha risk var idi. Buna ama sizin sayenizde daha az riskli geçirdim. Çok şükür bugüne oğlum evde salamattı. Kızımı da verdiniz kucağıma. Teşekkür ederim size. İnşallah sağ salamat böyüdərəm. Evet. Çok sağ Xoşbəxt olun. olsun, sağlam olsun. Çok sağ olun. Yani qızımız da gedir qaqaşının yanına, sizə də qismət olsun. Siz də belə Amin. biz kimi qucaqda olurlasınız. Amin. Təbrik edirəm. Çok sağ olun. Biz də getdik, bizi qaqaş gözləyir. Baka. Böyük qız olsun, təbrik edirəm. Çok sağ olun doktor. Allah razı olsun. Sağ salamat Ha, böyüdəsiz. çok şükür sağ salamat gedirik evimizə. Evet. Nə güvəzət düşdü, qızımız yanımızdadır və gedir evlərinə.